Salam mənim əzizlərim. 2026-cı ilin sevgi balansına baxacağıq. İlk başlayıram evlilik enerjisi güclü olanlar. Bu bürclərdə ailə kartları çıxıb. Onlardan danışacağıq. Bunlar Boğa, Qız, Oğlaq və Tərəzilərdir. Boğa 2026-cı ildə uzun müddətli evlilik enerjisinə malikdir. Qız bürcü planlı olaraq evliliyə gündəmə gətirər. Oğlaq ciddi, məsuliyyətli, öhdəlik götürə biləcəyi bir ildir. Çünki onun üçün evlilik baxımından ideal il sayılır. Tərəzidə isə münasibətlər rəsmiləşə bilər. Tərəzilərin münasibətləri bir üst levelə, bir üst səviyyəyə keçə bilər. İkinci, təkliyi və özünü seçən bürclər var. Yəni, böyük ehtimal, çoxluq təkliyi və özünü seçəcək. Bunlar dolçalar, oxatan və qoç bürcləridir. Dolçalarda fikirləşir ki, sevgi tələsmir, özünə fokuslanmalıdır. Oxatanlarda ani bir evlilik qərarı verə bilməz. Hal-hazırda da azadlığın bu il əlimdən alınmasın deyən bir bürcdür. Sonra qoçlar daxili qərar verir, tək qalmaq. Ola bilər qoçlar bu il yeni bir münasibətə də başlasınlar. Amma bu ermiş kartıdır da. Yəni ki, elə bilir ki, qarşındakını tanıyır, amma bilmədikləri də var. Ona görə ola bilsin ki, qoçlarda bağlanma ola bilər, amma yəni, evlilik qərarı ani olaraq gözlənilmir. Yəni, var olandan danışmıram, yəni ani evlilik qərarı olmayacaq. Deməli, ayrılıq, boşanma riski olan bürclərimiz var. Bunlar əqrəblərdir, şirlərdir və əkizlərdir. Əqrəblərdə köhnə bağlar bitir, dəyişiklik olur. Yəni, əqrəblər üçün ümumilikdə də transformasiya ilidir və münasibətlərdə də, səhv eləmirəmsə, birinci retroda artıq özünü göstərəcək, hardasa fevral-mart aylarında. Deməli, əqrəblər dəyişikliyi olacaq, münasibət, yəni olan münasibət ya başqa bir səviyyəyə keçəcək, ya da ayrılıb boşanma olacaq. Yəni olduğu kimi qalmayacaq. Şir də seçim qarşısındadır. Yəni həyatında olandan seçim eləyəcək bu il. Ya qalır həmin adam, ya da gedir. Şir seçim qarşısında olacaq. Əkizlər qərarsızdır. Münasibətlərdə dəyişiklik riski var. Ona görə ayrılıq, boşanma riski olan bürclər siyahısındadır. Bir də münasibətdə evliliyə tələsməyən bürclər var. Bunlar xərçəng və balıqdır. Xərçəngdə sevgi dərindir, amma düşünür ki, tələsmək lazım deyil, hələ bir vaxt lazımdır. Balıq çox romantik anlardadır, yəni tələsmədən dadını çıxararaq bu dövrün sürməyini istəyir. Bu şəkildədir. Ümumilikdə onu bildirim ki, tarot ümumi enerjidir, şəxsi xəritədə fərqli ola bilər. Bu qədər.